Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərini 2 fevraldan 9 fevrala doğru nələri gözləyir? Su ünsürlərinə bir balaca Allah bu həftə səbir versin su ünsürləri. Bu həftə elə bir həftə olacaq ki, dalğavız qalxacaq, düşəcək, qalxacaq, düşəcək və tam istədiyiniz aktivliyi, tam istədiyiniz güclənməni əldə edə bilməyəcəksiniz. Amma yenə də çox səbirli olmalısınız. Balıqlara gələndə balıqlar böyük bir problem maddesal sfera baxımından üzərinizdə aktiv vəziyyətdə deyil. Amma ən böyük problemlərin biri şəxsiyyətlə əlaqədar olaraq yarımçıqlıqlarınızı özünüzü ifadə etməməyinizi, ailəvizdə, ətrafınızda olan insanların sağlamlıqla və yarımçıq olan problemlərin hamısının yük olaraq, təsir olaraq sizin öz üzərinizdə olmasıdır. Düzdür, o qədər zəif bir vəziyyətdə qalacaqsınız ki, ailə ilə bu sizin probleminiz deyil. Bu ətrafda sevdiyiniz, dəyər verdiyiniz insanlarla bağlı olan problem sizin üzərinizdə aktivləşməsidir. Elə bir vəziyyətdə olacaqsınız ki, sanki onlar üçün nə yaxşı olacağını, necə hərəkət edəcəyiniz, özünüzü necə gücləndirəcəyinizlə bağlı düşüncələrdə yarımçıq batmış bir vəziyyətdə olacaqsınız. Pul olaraq, maddiyyat olaraq şanslar sizin ətrafınızda aktivləşəcək. Amma beyninizdə məhkəmə o qədər ciddi bir şəkildə quracaqsınız. Özünüzü elə bir o insanların yerinə keçirərək bir neçə yerə parçalanmış bir vəziyyətdə olacaqsınız. Dövlətlə, rəsmiyyətlə, sənə əlaqədar olan işləriniz düzələcək, sağlamlıqla əlaqədar olan problemlərinizi həll etməyə çalışacaqsınız. Amma özlüyünüzdə o qədər balıqlar bu həftə yorulacaqsınız ki, yəni həm öz həyatınızı, həm digər insanların həyatını yaşayaraq o qədər parçalanmış vəziyyətdə olursunuz. Həftənin sonlarına doğru hər şeyin sükunətdə, hər şeyin özünüzün özlüyündə, belə deyək, boşluqda olaraq özünüzü dəyərləndirməyə çalışın, özünüzə dəyər verməyə çalışın balıqlar bu həftə. Çünki böyük bir boşluq var və o boşluq sizi ciddi bir şəkildə yorğunluğa doğru aparacaq. Ümumi həftəni dəyərləndirsə 72%-ə qədər uğurda edə bilərsiniz. Xərçənglərə gələncə, xərçənglər düzdür, il sizin ilinizdə, amma bu həftə sizin həftəniz deyil. Çünki bu həftə insanlarla konfliktiviniz, mübahisəviz, insanlara demək istədiyiniz bütün sözləri deyəcəksiniz. Kimliyindən asılı olmayaraq elə bir hər kəsi qılıncdan keçirdəcəksiniz. Zamanın boşluğu, zamanı düzgün idarə etməməyiniz, sürətlənməyiniz, qısqanclığınız, əsəbiyyətiniz, aqressiyavınız, nevroloji sisteminizin güclənməsi. Hər şeyi vecvizə almayacaqsınız. Məsuliyyətsiz olmaq istəyirəm. Heç nəyə yüklənmək istəmirəm. Hər şeyi ümidsiz yanaşmağınız qəribə bir şey olacaq. Axırda həftənin sonunda nə yaşadığınızı bilməyəcəksiniz. Elə bir ki, yaddaşınız silinəcək, nə yaşamışsınız, nə baş verdi, nələr oldu deyə heç bir şey beyninizin içərisində qalıq olaraq, beyninizin içərisində məlumat bazası olaraq aktivləşmiş bir formada olmayacaq. Elə bir hər şey ümidsizliyə, boşluğa, yarımçılığa doğru gedəcək. Amma xərçəng qadınları bu həftə istədikləri gücü, istədikləri idarəni, hörməti, dəyəri, önə çıxmanı daha çox xərçəng kişilərindən çox əldə edə bilərsiniz. Xərçəng kişilər bu həftə elə bir ki, çalxalanacaq, yenidən özünə aid olmayan bir hissədə olmağa başlayacaqlar. Biraz çətin həftə olacaq. Bacardığımız qədər danışığımızı, hərəkətlərimizi biraz yumşaq formada aparmağa çalışaq. Çünki aqressiya və öfkə aktivləşməsi normadan çox və xərçənglər sizi də parçalamağa doğru apara bilər. Əqrəblərə gələndə əqrəblər qəfəsdən çıxacaqsınız. Çox da pis həftə deyil. Qəfəsdən çıxacaqsınız, amma o qəfəsdən çıxmanı müqayisən eləyəcəksiniz. Məndə var, onda yoxdur. Mən aktivəm, o başqa cürdür. Hər şeyi müqayisəyə doğru qədər aparacaqsınız. Tərəzini stabil şəkildə saxlaya bilməyəcəksiniz. Və keçmişdən yaranmış bəzi problemlər sizin o qədər sisteminizi pozacaq, o qədər sizi yarımçıqla saxlayacaq ki, sanki bilirsiniz necə, sevdiyiniz insandan belə soymağa başlayacaqsınız əqrəblər. Sevdiyiniz insanlarla belə deyim, keçmişdən gələcəyə doğru boşluqda olacaqsınız. Retronun ən çox aktiv insanlarda təsir olan əqrəblər siz olacaqsınız. Lazımsız insanları təzdən qaytarırsınız. Lazımsız danışıqları təzdən qaytarırsınız. Lazımsız yaşadığınız xəyanətlər, şəxsiyyətin əlaqədar ayrılıqlar, parçalanmalar, birləşmələr eyni formada bu həftə həyatınıza qaytaracaqsınız və analiz etməyə çalışıb özünüzü beyin düşüncə olaraq tam psixoloji travmaya salacaqsınız. Gedibsə getsin. Başa düşürəm, retro bizim həyatımıza çox böyük təsir var və bu həftə retronun aktivləşməsi hər insanın gücü daxilində olmayacaq qabağını almağa, amma əqrəblər siz bunun qabağını ala biləcək potensialda, gücdə, idarədə ən çox da enerjide olan insanlardansınız. Bu enerjinizi bərpa eləməz, keçmişin qapılarını bağlaması, çünki mal-mülklə əlaqədar olan işləriniz, məktəblə, imtahanla əlaqədar olan işləriniz nədirsə, bunların hamısını bloklaya bilər əqrəblər. Buna icazə verməyin. İcazə verməsəz həftənizi istədiyiniz şəkildə, belə deyim də, çox da böyük bir wow deyil, 68%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Çox-çox ehtiyatlı olun.